Deməli, əziz analar, xalalar, bibilər, nənələr, bacılar, deməli, çox adam narahat idi ki, Fidan xanım çoxdanlandı görsənmir İlyas bəylə bir yerdə, yəni mağazada videolar İlyas bəyin paylaşmır. başı qarışıb kafesinə. Bəli, bu dəqiqə mənə restorandan ki, onun nağdı gəl la, mən başım ona qarşı. İndi bir dənə bir söz deyim, Fidan xanımla niyə mən indi ara sıra gəlirəm bura dəyirəm? Çünki Fidan artıq maşallah olsun mağazaya yiyələnib. Yəni yiyəsi deyil ha, yəni o qədər çaşa bilmez. Amma özü tək idarə eləyə bilir. Maşallah olsun müştərilər də çox istəyirlər. Mənə görə onu çox istəyirlər eləyirlər. İndi mənə görə daha çox istəyirlər. Bax bu cür gözəlliklər yaradır. Özü modelləri seçir, özü gözəl. Çünki özü güclü rəqabətdədir. Ona görə də 28 filialımızdan Sumqayıt filialımızı vermişik Fidan xanımın öhdəçiliyinə. Yəni Və mən özümdə şokdayım Biblərim ki, İlyas narahatdır. bəyin ağzından belə xoş sözlər çıxır. Yo, indi Şokdayım. qazandırıram, birdən çırpacam yerə. Məndə o xasiyyət. İndi demək istəyirəm ki, biblər mənə çox adam xanımlar yazır ki, bəs İlyas o Atbala xanım görsənmir eləmir. Yo, işin başındadır, buradadır. İş yerindədir, hamısı qaydasındadır. Gəlin Fidan xanıma da dəstək olun. Dəstək olmasa çıxardacağım işdən. Açıq onu da deyim. Çünki bilirəm ki, analar 25 yaşdan yuxarı adamlar mənə görə çox istəyirlər. Mən bunu bilirəm. Niyə? Çox istəməli adamam da, nətər yəni? Durun gəlin xidmətinizdəyik. Hər təbəqədə insan. Hamısı da çox istəyir.